Təkliflər bölməsi ticarət modulunda yerləşir. Təkliflər bölməsinin məqsədi satışdan öncəki proseslərin idarə olunmasını həyata keçirmək üçündür. Müştərilərdən gələn sifarişlərin qeyd olunması, eyni zamanda təchizatçılara göndəriləcək sifarişlərin hazırlanmasında bu moduldan istifadə olunur. Təklif sənədi formalaşdırmaq üçün yeni təklif düyməsinə daxil olunur. Açılan pəncərədə təklifin tarixi, valyuta, təklifin veriləcəyi və yaxud təklifin alındığı qarşı tərəf, yəni müştəri və yaxud təchizatçının adı seçilir. Təklifi hazırlayan menecerin adı. Əgər bu təklif və yaxud sifariş müqavilə üzrədirsə, mövcud müqavilə varsa, müqaviləsi seçilir. Eyni zamanda təklif sənədinin sistem üzərindən satış və yaxud alışa çevrilməsi imkanları mövcud olduğu üçün təklif sənədi daxilində ambar seçiminin edilməsi də mümkündür. Ambar seçimi öncədən edildiyi təqdirdə daha sonra bu satış və yaxud təklif sənədi birbaşa alış və yaxud satış qayməsinə çevrilə bilir və seçilmiş ambardan həmin məhsulların çıxışı satış zamanı, alış zamanı isə ambara daxil olması sistem tərəfindən avtomatik həyata keçirilmiş olur. Qaymə bölməsində məhsulların, təklif olunan məhsulların və yaxud sifariş veriləcək məhsulların adları əlavə edildikdən sonra onların qiymət və sayları və eyni zamanda məhsullarla bağlı olan digər məlumatlar daxil edilir və təsdiq düyməsinə kliklənir. Beləliklə sistem təklif və yaxud sifariş sənədi formalaşdırır. Bu sifariş sənədlərinin şablonları istifadəçinin özü tərəfindən sistemə əlavə oluna bilir.